Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Şilyan kəndində qeydə alınıb. Belə ki, aralarında yaranan şəxsi münasibətlər zəminində kənd sakini 1998-ci il təvəllüdlü Səmidov Elməddin Uğuroğlu kürək nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb. Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına aparılıb və əməliyyata alınıb. Məsələ ilə bağlı təbibdən sorğumuza cavab olaraq bildirildi ki, 9-5-ci ay 2026-cı il tarixində saat 09:45 radələrində xəsarət alması səbəbilə 1998-ci il təvəllüdlü şəxs Kürdəmir rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Ona sol kürəyin qoltuqaltı nahiyəsinin və belin kəsilmiş deşilmiş yaraları diaqnozu təyin olunub. Hazırda pasiyentin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı Murad Eyyubov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır. Elvin Qudrətov, Aqil Əsədov, Bu Gün İnformasiya proqramı üçün.